Salamlayıram əziz izləyiciləri, dəyərli xalqımızı. Mən qısa bir video ilə qarşınızdayam. Haqsızlıqlara susmaq fikrim yoxdur. Xəstəliklərdən əziyyət çəksəm də bacardığımı danışacağam. Hansı formada bacarıram, o formada danışacağım. Övladımın hüquqlarının müdafiəsi üçün əlimdən gələn budur, bunu da edirəm. Xəstəliklərlə bağlı danışa bilmirəm. Unutduğum məqamlar olur, amma çalışacağım, danışım. Cavid Şirəliyevlə bağlı ölkədə yerli hüquq müdafiəçiləri ilə əlaqə saxlamışam. Hamısının Cavidin qanunsuz həbs olması, işgəncələrə məruz qalmasını demişəm və inanıram ki, Cavidin başına gətirilənlər üçün lazımi işlər görüləcək. Bundan qabaqçı videolarda müraciət etmişdim. İttiham aktını göstərmişdim. Baş prokuror Kamran Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimova suallar vermişdim. Amma bunlardan səs çıxmır. Artıq məndə belə bir fikir yaranır. Bunların da əvvəlcədən bu işlərdən xəbəri olub. Hələ Cavidin cinayət işi başlamamışdan qabaq bu adamı şantaj ediblər, işgəncələr veriblər, nəsə yazdırıblar, izahat alıblar. Bunları hələ demirəm. Hani baş prokuror Kamran Əliyev, Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov çıxsınlar mənə cavab versinlər. Niyə cavab vermirlər mənə? Kamran Əliyev, xırda bir məsələdən xəbərim var. Bu boyda işlərdən xəbərin yoxdur. Biri birinin haqqında nəsə deyəndə çəkirsiz çarmıxa. İndi çıx, cavab ver. 1 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olunmuş cinayət işi üzrə bunları hüquqşünaslar daha yaxşı bilər. Məhkəmənin hazırlıq iclası aprelin 21-də keçirilib. 75 gündən sonra bir daha təkrar edirəm. 1 fevral 2025-ci il tarixdə məhkəməyə daxil olunmuş cinayət işi üzrə məhkəmənin hazırlıq iclası aprelin 21-də keçirilib. 75 gündən sonra. Qanuna görə 15 günə keçirilməli idi. Kimin marağı olub, kimin tapşırığı olub? Kamran Əliyev, əvvəlcədən sizin də bu işlərdən xəbəriniz olub. Neçə nəfər hüquqşünaslarla əlaqə saxlamışam, məsələyə münasibət öyrənmişəm. Bu tamamilə qanunsuz bir şeydir. Mən övladımla telefonla danışıram. 15 dəqiqənin 5 dəqiqəsini normal danışa bilmirəm. Fikrimdən çıxır, fikrim dağılır. Mən fikrimi toplayana qədər 15 dəqiqə keçir. Hazırki mərhələdə mən bunları deyirəm. Ölkənin hüquq müdafiə orqanlarının rəhbəri olan baş prokuror Kamran Əliyev cavab ver mənə. Valideynəm. Kimə müraciət edim? Azərbaycan vətəndaşıyam. Biz bu ölkədə yaşamayaq, kimə müraciət etməliyəm? 7 gün xəbərin YouTube kanalına abunə olun. Bundan başqa, həqiqətlərdən daha çox insanın vaxtında xəbər tutması üçün videoları bəyənin və paylaşın.